Nur bəy, necəsiz? Biz bugün ikinci sarğımızı görüşürük, düzdürmü? Nə hiss elədiniz yaranızda? Ümumiyyətlə yaranız necə idi? Bizə necə gəlmişdiniz? Ya bu dəqiqə biraz dəfə gələndə qıraqları elə bir beton idi. Ay sağ olun. Oradan elə bir betona vurur. Əslində çəkmirəm, bilirsiniz niyə çəkmirəm? Instagram yaranı çəkə bilmirəm. Instagram paylaşmağa icazə verir, amma TikTok icazə vermir. Görəndə həmən siləcəklər. Artıq yaramızda yaxşılaşma var. Özünüz görürsünüz. Gənc xəstəmizdir, düz şəkər xəstəsiyik, uzun illərdir, damarlarımızda problemlər var. Həkimin kontrolündəyik, endokrinoloq baxır, damar cərrahı Rəşad doktorun pasiyentidir və inşallah ümid edirəm ki, yaxşı olacaq. Bu arada bu səhifədən səslənmək istəyirəm pinəçilərə. Biz səslənək bərabər. Azərbaycanda, Sumqayıtda, Bakıda fərqi yoxdur, pinəçi. İşini bilən mütəxəssis varsa, ayağın altından yükü almaq lazımdır bizə. Çünki ayaqqabı içliklərini çox baha deyirlər və bu da mənim pasiyentlərimin maddiyyatını aşır. Əgər işini bilən mütəxəssislər varsa, gəlin bərabər işləyək. Həqiqətən əla olar. Əvvəli ucuz başa gələr, sərfəli başa gələr və bunlar da pinəçi işidir. Mənə fərqi yoxdur hansısa bahalı materialdan. Mənə lazımdır ki, o hissədən yükü almaq. Bahalı material olsa daha doğru olar. Bu daha doğrudur. Axı buna maddi güc yetmir. Düzdürmü? Geçmiş olsun. Yaxşı olar.